Malda qalan, axşamınız xeyir olsun. Ey Yasamalda qalan, Əliyev Etibar, Əliyev Rəhman, Əliyev Azər, Əliyev Ələkbər İmamcan oğulları. Sizlərə atəşli salamlar. Axşamınız da xeyir olsun. Mənim atamın dağısı uşaqları, nənəmin də qardaşı uşaqları. Sizlərə atəşli salamlar. Mən Qurbanov Şıxəli Xanəli oğlu. Sizlərdən xahiş edirəm ki, atamın, nənəmin evini, pulunu mənə qaytarasınız. Mən o evin, Sumqayıtdakı satdığım, qeyri-qanuni satdığım evin tək vərəsəsiyəm. Xahiş edirəm o evin pulunu mənə qaytarasınız. İndi nənəm sizə o evi vəsiyyət eləmişdisə, o evin sənədini mənə niyə göstərməmisiniz vaxtında, 19 il bundan qabaq? Oradan evdən apardıqlarımız o mebeldir, stoldur, krafatdır, yorğandır, döşəkdir, dörtgöz qaz peçidir, xalçadır, palazdır, qızıldır, qavqacaqdır və digər məişət əşyalarını aparmışsınız da. Onları özünüzdən də aparmışsınız. Onları da nənəm vəsiyyət eləmişdir sizə. Yoxsa yoxumuzu idi, kasıblamışdınız. Acından ölürdünüz. 19 il bundan qabaq. Qaytarın da nənəmin evinin pulunu. Hələ biz bir yerdə işləyirsiniz, bir idarədə işləyirsiniz. Hələ biz bir ailə sahibisiz. Qaytarın da mənim nənəmin evinin pulunu. Ölüm olmaz ki, qaytarın da. Mən qalmışam burada xəstəyəm, ağır xəstəyəm, böyrəyimdir, ürəyimdir. Bronxal asmayam. Hepatit B-yəm özüm, fibroz 2 xəstəsiyəm, qaraciyərimdir. Ayaqlarım şişib. Ayaqlarımda göyərmə gedir, qaralma gedir, çürümə gedir. Allaha da xoş getməz. Tək qalmışam evin içində, gələnim yox, gedənim yox. Özünüz yaxşı bilirsiniz ki, mənim nə bibim var, nə əmim var. Nə bibim uşağı var, nə də bir yaxınım var, yaxına gələn. Heç müalicə də almıram mən. İnsafınız olsun, vicdanınız olsun. Siz mənim əziz dostlarıma qan qohumlarsınız, nənəmin qan qohumlarsınız. Mən həm sizin. Bibimiz nəvəsiyəm, həm də bibimizin nəticəsiyəm. Mənə xanımın nəvəsiyəm. O buru böyük bibimiz var, Şabəli, onun da nəticəsiyəm. Vicdanımız olsun, insafımız olsun. İnsaf da dinin yarısıdır. Ali vaxtı dindən, zatdan danışırdınız. Ay din belə getdi, belə gəldi. Nə oldu? Qabaq adı dinində olmuşsunuz, varlanmışsınız. Necə ki, qabaq kasıb olmuşsunuzsa, həmən də kasıb vəziyyətə qayıdacaqsınız. Adını ölən biri olacaqsınız. Həmişə yüksəklərdə olmayacaqsınız. Düşən vaxtımız da olacaq. Onda mən sizin yadınıza düşəcəyim. Allah sizlərə dərd versin ki, dərmanını tapa bilməyəsiniz. Allah sizlərə mənim gülmə salsın. Allah sizlərə bəla versin xəstəliyiniz dərin olsun, dərmanını tapa bilməyəsiniz. Mən qalmışam bu evin içində tək, heç nəsiz, kimsəsiz, yoxsul vəziyyətdə, kimsəsiz vəziyyətdə, əlasız vəziyyətdə, kasıb vəziyyətində, dilənçi vəziyyətində. Siz də mənim kökümə düşürsünüz. Amin inşallah. Ya Allah. Allah özü bilsin sizi ilə. Mən heç kiməm, Allah özü bilsin sizi ilə. Allah haq divan tutsun sizə. Qurbanım Allaha.
Allah gözəliyər, güzəliyər. Amin inşallah. Tamam, axşamınız xeyir olsun. Ey yasamalda qalan